Son illərə kimi bu kənddə qızların oxuyub ali məktəbə daxil olması, təhsil almaq üçün şəhərə getməsi xoş qarşılanmayıb. Camaat nə deyər düşüncəsi, ağır maddi durum, ucqar yol çətinliyi qızların qarşısını kəsən maneələr olub. Elə kənd məktəbinin təmirsiz vəziyyəti də bu kənddə elmə münasibəti göstərir. Amma illər sonra yazılmamış qaydanı pozan tapılıb. Hər gün palçıqlı yollarla kəndin köhnə məktəbinə gedən odur. Çiynində çantası, çantasında isə şagirdləri üçün kitabları. Stereotipləri qıran Diryanın ilk ali təhsilli xanımı Mehmanə Mirzəzadə. Mehmanə 2018-ci ildə Diryan kənd məktəbini bitirib. Lənkəran Dövlət Universitetinə daxil olub. Bununla da o, kənddə ilk təhsil alan xanım olub. Qızlara qızların oxumağına o qədər bicana yanaşırdılar ki, və onların bacarmadığına özlərini inandırmışdılar. Əsas odur ki, ailəm yanımdaydı. Ona görə mən düşündüm ki, bu çəpəri aşacağam. Öz məqsədimə çatacağam və bir gün hamı görəcək ki, tək oğlanlar yox, qızlar da oxumalıdır və bu oxumağı bacarmalıdır. Maddi biraz düzdür, çətinliyim oldu. Kənd əhalisi gördüyünüz kimi, yəni çətinliklərimiz çoxdur. Yol problemi, qalmağa şərait yoxdur, gedib gəlməyə şərait imkanımız yoxdur. Amma yəni ki, bugün buradayamsa deməli, hamısını aşmışam. Burada qızlara motivasiya olmaq istədim. Yəni, mən bugün müəllim olaraq fəaliyyət göstərməyim qızlarda böyük bir motivasiya yaradır ki, oxuyub həm də çalışır. Ki, qızların ali təhsil almağına mən çox sevinirəm. Bu təkcə onların, mənim uğurum deyil, bu bütün kəndin uğurudur. Hal-hazırda, məsələn, Nailə İsayeva hüquq fakültəsində təhsil alır. Bu məni çox sevindirir. Biz bir kənd olaraq onlarla fəxr eləyirik. Çox yaxşı olar ki, qızlarımız təhsil alsınlar. Müəllim, həkim fərq eləmir hansı peşə, əsas odur peşələrini sevsinlər.